Ayağının altı yanır, istilik gəlir. Gecə olan kimi bu istilikdən yata bilmirsən. Qardaş, çox yorulmusan, çox gəzmisən deyə deyil. Orqanizmin səndən kömək istəyir. Həyəcan siqnalı çalır. B12 və D vitaminin çatmır. Necə eləyək? Ekrandakı ürək qızar izah eləyim. B12 vitaminin ətdən, süddən, pendirdən, qatıqdan ala bilərsən. D-ni necə eləyəsən? Yağda həll olan vitamindir. Heç bir qidada yoxdur. Yaxınlaşırsan aptekə Desol D vitamini alırsan. Niyə Desol? Çünki zeytun yağındadır, keyfiyyətlidir və hər kəsin büdcəsinə uyğundur, ucuzdur. Həftədə bir flakon içirsən, bu problemi anında aradan qaldırır və D vitamini azlığından yarana biləcək bütün xəstəlikləri. Tez-tez sərləmədir, uşaqlarda rəxit xəstəlikləridir, böyüklərdə saç sökülməsidir, osteoxondrozdur, zobdur, bu tipli xəstəliklərin yaranmasının qarşısını alır. Ölkənin bütün apteklərində var, olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Ən əsası D vitamini yeganə vitamindir ki, hər yaş qrupasına, hər fəsildə tövsiyə olunur qəbulu. Bu tipli videoların davamı üçün məni mütləq takip edin ki,